Salam, hər vaxtınız xeyir olsun. Günəşin mətbəxinə xoş gəldiniz. Bugün zoğal turşusu bişirəcəm. Zoğalı təmizləyib, yuyub bişirəcəyim qazana əlavə edirəm. Zoğalın üzərinə 1 stəkan su əlavə edib yumşalana kimi bişiririk. Zoğal bişdi. Ocaqdan götürüb yarısını aş üzərinə əlavə edib soymasını gözləyirik. Zoğalı qaşıqla ya da əlimizlə yaxşıca çərdəyini şirəsindən ayırırıq. Zoğal şirəsi hazırdır. Ocağa qoyub bişiririk. Ocaq nə gür olmasın, nə də çox zəif olmasın. Orta ateşdə tez-tez qarışdırmaq lazımdır ki, dibi tutmasın. Mən zoğal şirəsini aş üzərindən keçirtsəm də 30 dəqiqə qaynatdıqdan sonra blenderdən də keçirtdim. Blenderdən keçirtdikdən sonra üzərinə 2 xörək qaşığı duz, 3 xörək qaşığı şəkər tozu əlavə edib təkrar ocağa qoyub zəif odda tez-tez qarışdıraraq bişiririk. Zoğal turşumuz hazırdır. Soyduqdan sonra bankalara yığırıq. Dəyərli vaxtınızı ayırıb kanalımı, videolarımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun, Allah'a əmanət olun.